Əziz yoldaşlar, bu videonu hazırlama məqsədim Azərbaycan dilində internetdə olan öyrədici materialların sayını artırmaqdır. Yəqin ki, mənimlə həmfikir olarsınız bu mövzuda. Azərbaycan dilində öyrədici material internetdə demək olar ki, yox səviyyəsindədir, çox azdır. Bu səbəbdən qərara gəldim ki, belə bir video hazırlayım. Bu videoda ChatGPT-nin daxilində olan bütün funksiyalar və bölmələrin hamısının üzərindən keçəcəm. Təxminən 40 dəqiqəlik bir video olmasını planlayıram. Bu video süni intellekt alətlərini yeni istifadə etməyə başlayanlar, orta səviyyədə yaxud başlanğıc səviyyədə ChatGPT istifadə edənlər üçün düşünürəm ki, çox möhtəşəm bir video olacaqdır. Xahiş edirəm videonu səs keyfiyyəti, görüntü keyfiyyəti kimi meyarlara görə dəyərləndirməyin. Çünki heç bir demək olar professional qurğu yaxud alətdən istifadə etməmişəm. Əlbəttə ki, videonun kommersial bir məqsədi olmasa da, yenə də sizin müsbət rəylərinizi, fikirlərinizi görmək mənim üçün xoş olar. Həmçinin videonun açıqlama bölməsində də sizin üçün faydalı linklər yer alacaqdır. Ona görə də həmin bölməyə nəzər yetirməyi unutmayın. Çox vaxtınızı almaq istəmirəm. İstəyirəm ki, keçək mövzuya və süni intellekt alətinin üstünlükləri, qaydaları, hansı hissələr, nə üçün istifadə olunur, bununla tanış olmağa başlayaq. Deməli, ChatGPT-yə daxil olduqdan sonra belə bir interfeys qarşımıza çıxır. Əslində interfeysi, istifadəçi paneli ChatGPT-nin çox sadədir və intuitiv şəkildə prosesin nəyin nə üçün olduğunu anlamaq olur. ChatGPT-yə istifadə etdiyiniz zaman hamıya tövsiyə edirəm ki, ilk növbədə qeydiyyatdan keçəsiniz. Qeydiyyat prosesini burada izah etməyəcəm, çünki çox sadədir. E-mail, Gmail və s. kimi digər alternativ variantlarla qeydiyyatdan keçmək mümkündür. Nəyə görə mütləq şəkildə qeydiyyatdan keçib sonra istifadə etməyə başlamalısınız? Çünki qeydiyyatdan keçdikdən sonra artıq söhbət arxivləri formalaşmağa başlayır. ChatGPT sizi tanımağa başlayır, sizin sorğularınızı tanımağa başlayır və bunu yaddaşda saxlayır. Daha sonra həmin söhbətlərə daxil olub istifadə edə bilirsiniz. Həmçinin də qeydiyyatdan sonra istifadə etdiyiniz zaman daha artıq limit verir və daha yaxşı nəticələr əldə edə bilirsiniz. Gəlin indi hissə olaraq növbəli şəkildə bütün bölmələrin üzərindən keçək. Bu bölmə, yeni söhbət bölməsi ChatGPT daxilində yeni bir söhbət başlatmaq üçündür. Daha öncə başlatdığımız bütün söhbətlər isə aşağıda tarixlərə görə sıralanmış olur. Söhbət axtarmaq bölməsi. ChatGPT daxilində biz hər dəfə yeni söhbət açdıqca artıq pəncərələrin sayı artmış olur və lazımlı zamanda lazım olan söhbət pəncərəsini tapmaqda çətinlik çəkə bilərik. Buna görə də söhbətləri axtarmaq bölməsinə daxil olub, hər hansı bir söhbətin daxilindəki bir neçə açar sözü yazaraq həmin söhbət pəncərəsini rahatlıqla tapa bilərik. Bir sonraki bölmə kitablıq bölməsidir. Kitablıq bölməsi ChatGPT vasitəsilə düzəltdiyimiz bütün şəkillərin yer aldığı bölmədir. Bura daxil olaraq həmin şəkilləri nəzərdən keçirə bilərik. Hər hansı bir şəkli seçib yenidən yükləyib istifadə edə bilərik. Daha sonraki bölmə kodeks bölməsidir. Kodeks bölməsi çox yeni əlavə olunan bir bölmədir. Kod yazarları, yəni developerlər, proqramçılar üçün xüsusi olaraq faydalı olacaq bir bölmədir. Buna görə də, yəni mən proqramçı olmadığım üçün bu bölmə mənim üçün çox da aktual deyil. Kimlər üçün aktualdırsa mütləq şəkildə istifadə edə bilər. Sonra bölməsi. Sonra OpenAI şirkətinə aid başqa bir süni intellekt alətidir, hansı ki ChatGPT-nin daxilində də ona keçid verilib. Sonraya daxil olduğunuz zaman yeni bir pəncərə açılır. Sonra həm şəkil, həmçində video düzəldə bilən süni intellekt alətidir. Düzdür, düzəltdiyi şəkil və videolar ən top süni intellekt alətlərindən biraz zəif olsa da, ümumi olaraq qənaətbəxş nəticələr verir. Buradan başqalarının düzəltdiyi şəkilləri, videoları görə bilərsiniz və s. kimi özünüz də buradan istifadə edib düzəldə bilirsiniz. Daha sonraki bölmə. Ciptlər bölməsi mənim ən sevdiyim və ən çox istifadə etdiyim bölmələrdən biridir. Ciptlər bölməsi. GPT nədir? GPT hər hansı bir məlumat əsasında fərdiləşdirilmiş GPT botlarına deyir. Bəziləri buna GPT deyir, bəziləri GPT, bəziləri isə bot deyir, amma ümumilikdə hamı eyni funksiyanı nəzərdə tutur.
Ödənişsiz versiyada ciptlər bölməsini istifadə etmək mümkündür. Başqalarının botlarını, başqalarının düzəltdiyi ciptçi botlarını istifadə edə bilirsiniz. Əgər ChatGPT-ni ödənişsiz versiyada istifadə edirsinizsə, amma ödənişli versiyada həm başqalarının düzəltdiyi ciptçi botları, həmçinin də özünüz sıfırdan yeni ciptçi botları düzəldə bilirsiniz. Əgər axtarmaq istədiyiniz, istifadə etmək istədiyiniz ciptçi botun adını bilirsinizsə, burada axtarmaq bölməsində ciptçi botun adını yazaraq birbaşa tapa bilərsiniz. Məsələn, gördüyünüz kimi burada Canva kimi böyük şirkətlərin də botları var. Əgər mən onu axtarmış olsaydım, Canva yazaraq birbaşa Canva-nın botunu tapa bilərdim. Gördüyünüz kimi başqa Canva adında da botlar burada var. Əgər hər hansı bir axtarmaq istədiyiniz bot yoxdursa, buradakı kateqoriyalar üzrə də seçim edə bilərsiniz. Məsələn, yazma klik etsəniz, yazmaq üçün olan botların hamısını görəcəksiniz. Əsasən birinci siyahıda ən çox istifadə olunan botlar çıxır. Həmçinin başqa digər sizin fəaliyyət sahənizə, işinizə uyğun kateqoriyalara keçid eləyərək burdan həmin ciptçi botlarını tapıb istifadə edə bilərsiniz. Mənim daha öncə istifadə etmiş olduğum bir ciptçi botu var. İstəyirsinizsə onu burdan test edək. Yaxud da hər hansı birini gəlin daxil olaq. İlk növbədə görək ki, hansı formada açılır. Gördüyünüz kimi burada ciptçi botunun reytinqidir. İnsanlar tərəfindən hansı reytinq verilibdir həmin ciptçi botuna, nə qədər insan istifadə edib onun sayını görürsüz və ciptçi bot haqqında qısa bir açıqlama burada yer alır. Məsələn, bu ciptçi bota daxil olduq. Mənim daha öncə istifadə etdiyim botdur. Bu bot mind map vizuallaşdırma, yəni belə deyək, mind map xəritələr düzəldə bilir. Gəlin ona balaca bir tapşırıq verərək test edək. Mənə təlim haqqında mind map düzəlt. Baxaq necə bir mind map düzəldəcək. İcazə verirəm. Gördüyünüz kimi mind map-i hazırladı və burada artıq mənə linkini verib. Linkinə klik edərək məni yönləndirəcək həmin platformanın daxilinə. Artıq gördüyünüz kimi burada mind map hazırdır və artıq bu platformada birbaşa klik edərək yazıları dəyişib, silib özümə uyğun fərdləşdirə bilərəm. Daha sonra isə bunu yükləmək mümkündür. Yoldaşlar, bu ciptçilər bölməsində belə deyək, minlərlə, bəlkə də milyonlarla artıq ciptçi botlar var. Çünki hər gün mütəmadi olaraq insanlar və şirkətlər tərəfindən yeni ciptçi botlar hazırlanır. Bəziləri həqiqətən faydalıdır, bəziləri isə çox da işə yaramır. Əlbəttə ki, buna daxil olanda reytinq, istifadəçi sayından və s. görə bilərsiniz. Məsələn, bu gördüyünüz botda 200 milyon istifadəçi var. Əgər bir botun istifadəçisi və reytinqi çoxdursa, demək ki, yaxşı nəticələr göstərir. Belə, sizin işinizə uyğun, özünüz düşünürəm ki, buradan axtarıb, araşdırıb ən uyğunlarını seçəcəksiniz. Davam edək. Ciptçi bölməsindən belə deyək, yenidən qayıdacaq. Sıfırdan ciptçi botun yaradılmasını videoda izah edəcəm. Sadəcə bu sol tərəfdəki menunu tamamlamaq üçün indilik davam edək, sonra isə yenidən bu bölməyə qayıdacaq. Burada mənim istifadə etdiyim ciptçi botlarıdır. Daha sonraki bölmə proyektlər bölməsidir. Proyektlər bölməsi. Proyektlər bölməsi nə işə yarayır? Proyektlər bölməsini qovluq yaxud papka kimi təsəvvür eləyə bilərsiniz. Yəni ChatGPT-ni hər hansı bir layihə çərçivəsində bir neçə söhbət pəncərəsi açıb söhbət edirsinizsə, onları daha əlçatan və strukturlaşdırılmış şəkildə istifadə etmək üçün proyekt bölməsini istifadə edə bilərsiniz. Məsələn, örnək olaraq bir proyekt yaradaq. Oluşdur deyən kimi gördüyünüz kimi proyekt formalaşmış oldu. Bu proyektin daxilində bizim açdığımız bütün söhbət pəncərələri burada aşağı hissədə yer alacaq. Həmçinin də daha öncə istifadə etdiyimiz söhbət pəncərələrini həmin bu proyektin daxilinə əlavə edə bilərik. Gəlin örnək olaraq bir neçəsini yoxlayaq. Məsələn, taksi sifarişi statistikası söhbətini sürüşdürdüyümüz zaman, buraxdığımız zaman gördüyünüz kimi bura birbaşa əlavə olundu. Məsələn, viral video ssenariləri. Daha öncəki söhbət olaraq onu da bu proyektə əlavə edək. Gördüyünüz kimi artıq 2 söhbət pəncərəsi bu proyektin daxilində yer var
və daha sonrasında açdığımız müzakirələr bu proyektin daxilində avtomatik olaraq formalaşacaqdır. Gördüyünüz kimi ikisini biz sürüşdürərək əlavə etdik, birini isə bunun daxilində yaratdıq. Davamını isə təlimat ekləmək bölməsi. Təlimat ekləmək bölməsi nə üçün yaxşıdır? Məsələn, bizim bu layihə çərçivəsində bir neçə söhbətimiz var aşağıda. Hər hansı bir təlimat verərək ona deyə bilərik ki, məsələn, bu proyekt daxilindəki bütün müzakirələri yalnız ingilis dilində cavab ver. Yaxud deyə bilərik ki, qısa cavablar ver, cavabları əsaslandır və s. kimi iş prosesimizə uyğun öncədən təlimat verə bilərik ki, həmin təlimat yalnız bu proyektdə şamil olunsun. Daxil etdikdən sonra təlimatımızı qeyd edirik. Qeyd etdikdən sonra artıq şamil olunmuş olur bütün söhbət pəncərələrinə. Burada ən maraqlı funksiyalardan biri dosya əlavə etmək funksiyasıdır. Dosya əlavə etmək funksiyasına daxil olduqda bizə kompüterdən hər hansı bir faylı seçib bu proyektə əlavə etməyə icazə verir. O zaman nə baş verir? Biz bu hər hansı bir faylı bu proyektə əlavə etdiyimiz zaman buradakı söhbət pəncərələrinin hamısının həmin fayla türkçə demişkən erişimi olur. Hamısı artıq həmin fayldan istifadə etmiş olur. Yəni biz bir faylı əlavə etdik, daha sonra buradakı söhbət pəncərələrindən hər hansı birinə daxil olub, həmin faylla bağlı məlumat istəsək, ChatGPT bizə həmin məlumatı verəcək, çünki həmin söhbətlərin hamısı, pəncərələrin hamısı həmin faylı artıq istifadə edə bilir. Çox maraqlı və faydalı funksiyadır. Tövsiyə edirəm ki, mütləq yoxlayasınız. Həmçinin proyektin daxilində ChatGPT-nin əsas söhbət pəncərələrində olduğu kimi digər funksiyalar da var. Səs əlavə edə bilirik. Buradan digər Canvas, webdə axtarmaq və s. kimi fayl əlavə etmək kimi funksiyaları da davamlı olaraq istifadə edə bilirik. Belə, tövsiyə edirəm ki, bu proyekt bölməsini mütləq istifadə edin. Çox faydalıdır. Həmçinin fayl əlavə edərəkdən də rahatlıqla istifadə etmək olur. İndi isə keçək buradakı funksiyalara. Bu bölmədən ChatGPT-nin dil modelləri arasında keçidlər etmək mümkündür. Yəni tapşırığa uyğun dil modelini dəyişə bilərsiniz. Hansı modelin hansı tip tapşırıqlar üçün daha uyğun olduğu ilə bağlı bu videonun açıqlama bölməsində əlavə link qeyd edəcəm. Kim üçün maraqlı olarsa, həmin linkə keçid edərək daha ətraflı oxuya bilər. Burada isə qısaca olaraq desək, bu ümumi tapşırıqlar üçün ən uyğun dil modelidir. Digəri daha böyük tapşırıqlar üçün, daha çətin tapşırıqlar üçün olan dil modelidir. Bu isə daha sürətli cavablar almaq üçün daha sadə formatda işləyən dil modelidir və burada da əlavə digər modellər də yer almaqdadır. Bu bölmə sorğu göndərmək üçün olan bölmədir. ChatGPT və digər süni intellekt alətlərində göndərilən sorğulara prompt deyilir. Yəni videonun digər hissələrində artıq prompt olaraq da xitab edəcək. Bu üstəgəl işarəsinə klik etdikdə fayl göndərmək üçün olan bölmədir. Həmçinin fayllarımızı birbaşa Google Drive yaxud da Microsoft OneDrive üzərindən də ChatGPT-yə yönləndirə bilərik. İnteqrasiyaları çox sadədir. Üzərinə klik etdikdə artıq özünüz görəcəksiniz ki, asanlıqla inteqrasiya etmək olur. Birinci bölmədən isə birbaşa kompüterdən həmin faylları seçərək göndərə bilərsiniz. Araçlar bölməsi. Araçlar bölməsinə daxil olduqda burada şəkil düzəltməyi seçə bilərik. Webdə aramaya, yəni internetdə axtarması üçün bu bölməyə klik etməliyik. Çünki ChatGPT birbaşa olaraq mütəmadi internetə bağlı deyil. Ona görə də biz bunu klik etsək, o internetdən məlumatları artıq axtara biləcək. Bu karandaş ilə, qələmlə işarələnmiş olan yaz və kodla adlanan bölmə Canvas bölməsidir. Canvas bölməsi haqqında daha ətraflı daxil olub birazdan müzakirə edəcəyik. Çox faydalı və çox maraqlı funksiyalardan biridir. Bu isə dərin araşdırma bölməsidir. Dərin araşdırma yəqin ki, artıq qarşılaşmısınız. Dərin araşdırma hər hansı bir tapşırıq haqqında böyük bir araşdırma edib, dərin işləmə alqoritmlərinin hamısını işə salaraqdan araşdıracağı bir funksiyadır. ChatGPT-də yalnız yazmaqla deyil, həmçinin səsli şəkildə də hər hansı bir promptu ona yönləndirə bilərsiniz. Bura klik etdiyiniz zaman ChatGPT artıq həmin səs faylını oxuyur və onu mətnə çevirərək daha sonra isə sorğu kimi ona göndərə biləcəyiniz bir bölmədir. Gördüyünüz kimi
Video yazması əsasında elə dediyim sözləri o birbaşa oxudu və bura qeyd edir. Daha sonra isə bunu göndərərək onu prompt kimi istifadə edə bilərik. Bəzən Azərbaycan dilində sözlərin bəzilərini yanlış oxuya bilər. Buna görə də Azərbaycan dilində istifadə etdiyiniz zaman diqqətli olmağınız mütləqdir. Bu düymə isə səs modunu kullanmaqdır. Yəni səsli şəkildə birbaşa söhbət edə bilirsiniz. Siz səsli şəkildə deyirsiniz və ChatGPT də sizə səsli olaraq cavab verəcəkdir. Həmçinin əgər mobil telefonda istifadə edirsinizsə, bu səs moduna klik etdiyiniz zaman daha sonra kameranı açmağa icazə verir. Bu zaman telefonun arxa kamerasını istifadə edərək kamera ilə ətrafınızdakı hər hansı bir cismi yaxud bir binanı və s. göstərərəkdən həmin bina haqqında ondan məlumat istəyə bilərsiniz. Təsəvvür edin ki, xarici ölkədə səyahətdəsiz. Həmin kamera vasitəsilə ChatGPT-yə binanı göstərib, həmin bina haqqında ChatGPT-dən məlumat verməsini istəyə bilərsiniz. Gəlin indi şəkil düzəltməyi test edək. Məsələ qısa bir sorğu verək. Çəkdil, düzəlt desək daha doğru olar və şəkil sözünü düzəldək. Və şəkil hazırdır. Həmin şəklə daxil olaraq şəklin hər hansı bir bölməsini seçib, həmin bölməyə hər hansı bir yazı əlavə etməsini, yaxud da hər hansı bir yeri ayaqlarını məsələ işarə eləyərək, ayaqlarına ayaqqabı geydirməsini yenidən bura prompt olaraq yazsaq, ayaqlarına ayaqqabı yaxud da bu qeyd etdiyim bölməyə əlavə bir yazı əlavə edəcək. Şəkil bölməsi bu qədər sadədir. Buradan həmçinin birbaşa şəkli paylaşa bilərik link olaraq, yükləyə bilərik, yaxud da sadəcə feedback kimi ChatGPT-yə mənfi yaxud da müsbət bildirə bilərik ki, nəticə bizi qane edir, yoxsa yox. Yenidən yeni bir söhbət pəncərəsi açaq. Növbəti müzakirə edəcəyimiz bölmə Canvas bölməsidir. Canvas bölməsinə daxil olmaq üçün buradan yaz və kodla bölməsinə klik edirik. Canvas bölməsindəki funksiyalallıqları daha ətraflı görə bilməyimiz üçün gəlin ona bir prompt yazaq. Neft istehsal edən ölkələr haqqında məqalə yazmasını istədim. Canvas daxilində məqalə hazırlanır. Məqalə artıq hazırdır. Yox, hələ ki davam edir. Bəli, artıq hazırdır. Canvas daxilində məqaləni birbaşa kopyalaya bilərik, birbaşa PDF olaraq yükləyə bilirik, həmçində birbaşa paylaşa bilirik link olaraq. Canvasdakı mətni birbaşa düzəlişlər edə bilirik, hər hansı bir sözü silə bilərik, yaxud da yenidən əlavələr edib yaza bilərik. Bu karandaş qələmlə işarələnən bölmədən emoji ekləmə hissəsindən mətnin müxtəlif bölmələrinə, hissələrinə emoji, yəni ki, smayliklər əlavə edə bilərik. Məsələn, biz bölmələrə smayliklər əlavə etməyə klikləyək. Sistem mətni ümumilikdə yenidən yoxlayır, nəzərdən keçirir və mətnin mövzularına aid ona uyğun şəkildə smayliklər əlavə edir. Bəli, smayliklərimiz əlavə olundu, amma bəzi hissələrdə bəzi smaylikləri anlamadı. Yəqin ki, bu bayraq smaylikləri olduğuna görə onları əlavə etmədi. Həmin smaylikləri yenidən bu hissədən hamısını toplu şəkildə silə bilirik. Bəli, smayliklər silindi. Canvas bölməsindəki mətndə hər hansı bir sözü anlamamışıqsa, məsələn, OPEC sözünü anlamamışıqsa, OPEC sözünü silib, yalnızca bu sözlə bağlı sual verə bilərik ChatGPT-yə.
Həmçinin də eyni funksiya ilə hər hansı bir hissəni seçib, mətnin bölməsini seçib, həmin bölməni yenidən yazmasını istəyə bilərik. Enter dedik, OPEC sözünü seçmişdik və burada sol tərəfdə bizə OPEC sözünün izahını qeyd etdi. Həmçinin də ikinci bölməni, məsələn, buranı toplam ümumilikdə seçib, buranı yenidən yaz deyə bilərik. Və gördüyünüz kimi həmin hissə yenidən yazıldı. Davam edək. Sonra tuşları yap. Sonra tuşları yap düyməsinə klik etdikdə mətndəki qrammatik səhvləri və s. sistemə yenidən yoxlamasını istəyə bilərik. Buradakı oxuma səviyyəsi. Oxuma səviyyəsi klik etdikdə belə bir bölmə açılır. Bunu yuxarı hissəyə biz sürüşdürdüyümüz zaman mətnin çətinləşdirmiş oluruq. Mətndəki bir növ daha çox termin istifadə etməsini istəmiş oluruq. Klik etdiyimiz zaman belə bir qara düymə əmələ gəlir və qara düymə klik etdiyimiz zaman mətn yenidən yazılacaqdır və daha qrammatik elmi məqalə formatında. Yalnız Rusiya bölməsinə şamil etdi, çünki daha öncə oranı işarələmişdim. Eyni şəkildə oxuma səviyyəsini aşağı sala bilərik ki, mətn daha bəsit formata gəlsin. Mətnin uzunluğunu bu bölmədən düzəliş edə bilərik, yəni mətni daha uzun yaxud da daha qısa etməsini istəyə bilərik. Daha qısaya klik etdikdən sonra yenidən bu qara düymə əmələ gələcək və ona klik etdiyimiz zaman mətndəki həmin düzəlişləri edib mətni qısaldacaqdır. Gördüyünüz kimi mətn daha qısa versiyadadır, amma ümumilikdə mətnin məğzi dəyişməmiş olaraq qaldı. Bunu adətən proqramçılar bu bölməni kod yazmaq üçün istifadə edir, məqalə yazarları isə daha çox məqalə mətn yazması üçün istifadə edirlər. Düşünürəm ki, çox faydalı bölmədir, mətnlərlə işləyənlər üçün çox ideal bir funksionallıq təqdim edir. ChatGPT-nin digər funksiyalarına davam edək. Burada gördüyümüz geçici söhbət pəncərəsidir. Geçici söhbət pəncərəsindən istifadə etdiyimiz zaman model ChatGPT bu müzakirəni öz modelini yaxşılaşdırmaq üçün istifadə etməyəcəkdir. Həmçinin də geçici söhbət pəncərəsi vasitəsilə etdiyimiz söhbət bizim söhbətlər siyahısında yer almayacaqdır. Davam edək. Bu bölmədə planı yüksəltmək üçün, yəni premium plana keçmək üçün düymə var. Görevlər funksiyası var. Görevlər funksiyası dediyimiz task funksiyasıdır. Hansı ki, ChatGPT-nin gələcəkdə hər hansı bir tapşırığı icra etməsi üçün ona öncədən tapşırıq verə bilərik. Məsələn, mənə hər gün filan saatda filan mövzuda məlumat göndər kimi, yaxud da məsələn, mənə filan saatda dərman içməyi xatırlat kimi mövzularda istifadə edə bilərik. Mobil versiyada əgər bunu istifadə edirsinizsə, mütləq şəkildə ChatGPT-nin mobil telefonunuza bildirim göndərməsini açıq saxlamalısınız ki, ChatGPT sizə həmin bu məlumatı göndərə bilsin. Yenidən həmçinin GPT-lər funksiyasına buradan da keçiş mövcuddur. ChatGPT-ni özəlləşdirmə funksiyası da var. ChatGPT-ni özəlləşdirməyi mən əsasən istifadə etmirəm. Çünki ChatGPT-ni özəlləşdirdiyimiz zaman bu hissədən o ümumilikdə bizim hesabımıza fərdiləşdirməni şamil edir. Ona görə də biz müxtəlif mövzularda əgər ChatGPT-ni istifadə ediriksə, söhbət ediriksə, hər bir pəncərədə fərqli mövzu olur və burada özəlləşdirdiyimiz zaman çox da qənaətbəxş olmayan cavablar əldə edə bilərik. Məsələn, mən ChatGPT-ni özəlləşdirmişəmsə marketinq üçün, mən başqa bir mövzu söhbət etdiyimizdə ChatGPT mənə sırf marketinq yönümlü cavablar verəcək. Bu səbəbdən bu bölməni mən çox da istifadə etmirəm. Amma əgər siz daha çox bir mövzuda istifadə edirsinizsə, sizin üçün uyğun ola bilər. Ayarlar bölməsi var. Ayarlar bölməsi vasitəsilə ChatGPT-nin temasını açıq rəngdə yaxud tünd rəngdə edə bilərik. Dili seçə bilərik, söhbətləri arxivləyə bilərik, söhbətləri birbaşa hamısını toplu şəkildə silə bilərik. Bu kimi funksiyaların hamısı bu ayarlar bölməsində yer alır. Digərləri politikalardır, ChatGPT-nin sertifikatlarıdır. Həmçinin də ChatGPT-ni desktop versiyasında buradan yükləmək mümkündür. İndi isə keçək GPT botların hazırlanmasına. Daha öncə qeyd etdiyim kimi GPT-lər bölməsinə, GPT botların hazırlanmasına
İki hissədən keçid ala bilərik. Biri bu GPT-lər bölməsidir, digəri isə sağ tərəfdə olan menyudan həmin bölməyə keçid ala bilərik. Bura daxil olduğumuzda başqalarının hazırladığı GPT botlarıdır. Biz isə oluşdur bölməsindən özümüz bot hazırlayacağıq. Oluşdur bölməsi iki hissəyə bölünür. GPT yaradılması bölməsi. Oluşdur bölməsi ChatGPT-nin özündən dəstək alaraq GPT botu yaradılması prosesidir. Biz bundan istifadə etməyib özümüz sıfırdan bir bot yaradacağıq. Buna görə yapılandır bölməsinə keçməliyik. Yapılandır bölməsində bu hissədən ChatGPT-yə icon seçə bilərik. Hər hansı bir icon ya kompüterdən ya da ki GPT-nin özündən istifadə edərəkdən bir şəkil düzəldib profil şəkli edə bilərik burada. Bu hissədə ChatGPT-yə bir ad veririk. Məsələn bir ad verdik. Bu arada bu videonu bu bölməyə kimi izləyənlər üçün məndə 100-ə yaxın marketinq haqqında kitab var. O kitabların hamısını bu bota əlavə edəcəm və link vasitəsilə həmin GPT botu videonun açıqlama bölməsində əlavə edəcəm. Həmin botun linkini kimlər üçün faydalı olacaqsa istifadə edə bilər. Açıqlama bölməsinə qısaca bu botun nə bacardığını qeyd edə bilərik. Marketinq haqqında araşdırmalar və s. nə uyğun görürsə onu qeyd edirik. Təlimatlar bölməsində qeyd edirik ki, ChatGPT necə davranmalıdır. Məsələn, biz müxtəlif dillərdə kitablar əlavə etmişiksə, ChatGPT-yə bildirə bilərik ki, sorğu hansı dildə olursa olsun, yalnız Azərbaycan dilində cavab ver. Yaxud da sorğunun dilinə uyğun şəkildə cavab ver. Qeyd edə bilərik ki, bu botda gələn sorğulara hər zaman qaynağı göstərərəkdən cavablar ver. Məsələn, 100 dənə kitab əlavə etmişəmsə, bu zaman hansı kitaba əsasən cavab verilibsə, həmin kitabın adı qeyd olunacaqdır. Konuşma başlatıcılar. Konuşma başlatıcılar öncədən bir neçə sorğu hazır saxlaya bilərik ki, botu istifadə edən şəxs ən yuxarıda həmin hazır sorğuları görəcək və həmin sorğuya klik etdiyi zaman avtomatik sistem həmin sorğunu prompt kimi qəbul edəcəkdir. Dosya yükləmək bölməsi ilə birbaşa kompüterimizdə olan faylları seçib bu bota əlavə edə bilərik ki, həmin məlumatlara əsasən sistem həmin botu fərdləşdirsin. Bu botun hansı funksiyaları icra edəcəyini, daxilindəki funksiyaları öncədən seçə bilərik. Məsələn, internetdə axtarış, Canvas funksiyası, vizual düzəltmə kimi öncədən qeyd edə bilərik. Həmçinin yeni eyləm oluşdur düyməsi vasitəsilə API bağlantısı yarada bilərik bu GPT botu ilə. Əgər hazır bir API varsa, yaxud başqa bir API-dən istifadə etmək istəyiriksə, bunu da buradan əlavə etmək mümkündür. Biz API istifadə etməyəcəyik, sadəcə məlumat əsasında botu fərdləşdirəcəyik. Gördüyünüz kimi bəhs etdiyim 100-ə yaxın marketinq kitabıdır. İndi bunlardan yalnız bir neçəsini seçəcəm. Daha sonra isə bunların hamısını bu bota əlavə edib, botun da linkini videonun açıqlama bölməsinə əlavə edəcəm. Bəli, kitablar artıq yükləndi və artıq botu test edə bilərik. Botu test etmək üçün birbaşa burada sağ tərəfdən sorğu yaza bilərik ona. Ya da yazaq birbaşa nələri bacarırsan. Bəli, qeyd etdiyimiz məlumatlar, əlavə elədiyimiz fayllar marketinq sahəsi ilə bağlı olduğu üçün bot bizə həmin kitablara əsasən nələr edə biləcəyini qeyd etdi. Çox şirkətlər GPT botlarını belə deyək, şirkət daxili bir FAQ faylı kimi istifadə edir. Məsələn, şirkətimizlə bağlı hər hansı bir məlumat bazası varsa, şirkətin daxili qaydaları ola bilər və s. Yeni gələn əməkdaşların bu məlumatlardan xəbərdar olması üçün belə bir bot hazırlayıb yeni gələn əməkdaşlara linki vermək olar ki, onlar həmin bot vasitəsilə həmin məlumatları faydalansınlar. Həmçində digər funksiyalar üçün istifadə edə bilərsiniz. Bir növ belə deyək, bu sizin artıq fantaziyanızdan asılıdır. Əlinizdə olan məlumatlara əsasən o məlumatları botlara əlavə edib müxtəlif
məqsədlər üçün istifadə edə bilərsiniz. Bəli, fayl artıq əlavə olunub. Gördüyünüz kimi artıq bot fayllara uyğun şəkildə cavab verir. Oluşdur düyməsinə klik etdiyimiz zaman bizə 3 dənə variant təklif edir ChatGPT. Biri sadəcə mən, yəni ki, bu botu məndən başqa heç kim istifadə etməyəcək və heç kim görməyəcək. Digər variant bağlantıya sahib olan hər kəs üçündür. Yəni bu linki mən kimə paylaşsam, həmin şəxslər bu GPT botundan istifadə edə biləcək. Üçüncü variant isə GPT mağazasıdır. GPT mağazasına əlavə etdiyim zaman bütün hər kəs GPT mağazasından bu botu tapıb onu istifadə edə biləcək. Biz bağlantısı olan hər kəs üçün edirik. Bəli, botumuz artıq hazırdır. Botun linkini istədiyimiz şəxslərlə paylaşa bilərik ki, onlar da bu botdan faydalansınlar. Kitabların digərlərini də əlavə edərəkdən bu linki videonun açıqlama bölməsinə əlavə edəcəm. Videonu izləyən hər kəsə təşəkkür edirəm və ümid edirəm ki, video sizin üçün faydalı oldu.